Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Bazımızın bir sualı var. Sual da gündemde birçok ailelerde problem yaradacaq olan suallardandır. O sual nedir? O sual bazımız deyir ki, mən WhatsApp istifadə edirəm. WhatsAppda müsəlman qadınlarla, sadəcə müsəlman qadınlarla əlaqə saxlayıram və bazılardan dinimi öyrənirəm və dinimi faydalanıram. Yəni din öyrənirəm, əqidə öyrənirəm, fıqhımı öyrənirəm, necə yaşayışımı öyrənirəm, ərimə itaati öyrənirəm və s. və s. Tamam mı? Bu, mən bunu istifadə etməyəm olarmı? Yəni bu şəkildə, belə ki, yəni bunu istifadə edirəm. Mənə ərim isə, zövcəm isə deyir ki, bunu istifadə etməklə, yəni sən vaxtını boş-boş keçirsən və sən buna mənim sözümü yerinə yetirmirsənsə də mənə itaatsizlik etmiş olursan, mənə itaat etsən də günah qazanmış olarsan və Peyğəmbər s.ə.v-in də zaten bu haqda da hədisi vardır. Yəni ərlərinə itaat etməyən qadınların, yəni cəhənnəm ateşidə Peyğəmbər s.ə.v müjdəli ikən onların çoxları cəhənnəmdə olacaq deyə ərlərinə qarşı naşükür və itaatsizlik etdiklərinə görə. Evet, cavab olaraq deyirik ki, bir qadın genəldə ərinə hər məsələdə itaat etməlidir. Xassatan mübah olan məsələlərdə də itaat etməlidir. WhatsApp bir müsəlmanın evində olması farz deyildir, nə də vacib deyil, nə də sünnət deyildir. Yəni bu qayət insanlar arasında sadəcə yeni bir tatavvur, yəni yeni bir gəlişmədir, yeni bir muamelətdir, yeni bir sivilizasiyadır. Bunu ancaq bunu deyə bilərik. Və bunun evlərdə istifadə olunması ərli insanların, ərli qadınların, ərlərinin icazəsinə bağlıdır və evdə subay qızlar varsa da bu da evdə vəlisinin icazəsinə bağlıdır. Yəni vəlisi ona icazə verərməyiz. Telefonla danışmaqdır, ümumiyyətlə WhatsApp-dır. Bunlar hamısı istəyir qadın ərli olsun, istəyir subay olsun. Bunun vəlisinə bağlıdır. Vəlisi onun telefonu istifadə eləməsinə icazə verirsə istifadə edir. İcazə vermirsə istifadə eləməli deyildir. Və ya bir qadının əri ona WhatsApp, nəinki WhatsApp, telefon istifadə eləməsinə icazə vermirsə də nədir? Yəni bu haramdır, olmaz. Həmçinin WhatsApp da, yəni əgər əriniz bu məsələdən narazılıq edirsə də siz ona itaat eləməz nədir? Farzdır. İndi yəni bunu bildikdən sonra ki, artıq yəni qadının dinini öyrənməsi üçün WhatsApp və s. şeylərdə dinini öyrənir, başqa türlü dinini öyrənə bilmir və əri də bunu qadağan edir. Bu halda qadına ərinə itaat eləməlidir, yoxsa yox. Biz dedik ki, bəli, ərinə itaat eləməlidir. İtaat eləməsə qadın böyük günah sahibidir. Və buna görə kişi səni və sizi boşamasında yəni heç bir sakınca yoxdur və kişi sizə buna görə boşaya bilər. Yəni əgər WhatsApp məsələsidir, mübah olan məsələlərdir, filan kəsin yanına getməklə, filan qohumlar ilə getməklə, filan dostlara getməklə, filan müsəlmanla əlaqə saxlamaqla və s. və s. Yəni siz bütün bu məsələlərdə nə etməlisiniz? Ərinizə itaat etməlisiniz. Yoxsa Allah qorusun, yəni böyük bir günah sahibi olarsınız. İndi bu da bizim bir qeyd edirik. Bir qeydimiz var. Lakin, diqqət, yəni hər kəs yəni onu bütün zaten kişilərə aiddir. Bu məsələnin bu tərəfi kişilərə aiddir. Əgər kişi, bir müsəlman kişi evdə qadınına dinini öyrətmirsə, yaxud da ki, qadınını din öyrədən bir məktəbə, mədrəsəyə, məscidə, din ortamı olan, din öyrənməyini ortamı olan, din halaqasına, elmi öyrənilən yerlərə əri aparmırsa, ərinin üzərinə, əri bu da günah qazanmışdır və onun üzərinə farzdır ki, öz ailəsinə dini öyrətsin. Əgər bacımızı evdə dinini öyrənə bilmirsə, əri də ona dini öyrətmirsə, bacının ərindən boşanma haqqı vardır. Və bacı dinini öyrənmədiyinə görə günah qazanmış. Çünki Peyğəmbər s.ə.v deyir ki, elm fardun alə kulli muslimin və musliməsin. Farz hər bir müsəlman kişinin, hər bir müsəlman qadının üzərinə farz-ı aynıdır nə? Elm öyrənmək. İşte, bunu sizə əriniz təminləməlidir. Əgər əriniz yəni sizin elmi bu məsələnizi təmin eləmirsə, siz şikayət eləməlisiniz. Onun barəsində şikayət eləməlisiniz. Və sizin əgər WhatsApp-dan istifadə etməniz nəzarət altındadırsa da və gerçəkdən də siz orada fitnəyə düşmürsünüzsə də və həmçinin ərinin haqqını verirsə. Məsələn, qadın var, biz bunu çox görməkdə ortamda. Qadın bacıların suallarına cavab verməkdə ərinin yeməyini pişirmir, evini təmiz saxlamır, uşağını təmiz saxlamır, evinin işlərini görmür, üzərinə vacib olanları yerinə yetirmir, əlindən telefon düşmür. Əri evinə gəlir, qadın əlində telefondur, bir əlində yemək pişirir, bir əlində telefondur. Yəni bu şeylər haramdır, bu şeylər olmaz yəni. Əgər ərin sənin evdə olarkən, sənin əlində telefon alıb istifadə etməni xoşlamırsa,
istifadə etməli deyilsən. Sən zəruri olaraq, zəruri boş vaxtlarda, yəni evinin, ərinin bütün ehtiyacını gördükdən sonra üzərində düşən farz budur. Bunları ödədikdən sonra sən artıq o WhatsApp-dan, yaxud ki kitabdan, yaxud ki hər hansı bir şeydən istifadə edəməlisən. Sən bu günlər bizim bazımıza ən gözəl tövsiyəmiz WhatsApp-dan istifadə etməkdənsə, yəni daha çox elmi, orada orijinalmək onlar üçün problemdirsə, ərlər evlərinə bir video alsınlar, bir DVD alsınlar, MP3 alsınlar və elm adamlarımızın, elm tələbələrimizin dərslərini yükləsinlər və hər gün oradan bacımız neynəsin, dinini öyrənsin. Kişi bunları eləmirsə, haram olan onun üzərindən kişinin artıq burada günah işləmişdir və kişi bundan dolayı günaha girer. Məsələni özət olaraq qısa edirik. Əriniz sizi bu kimi məsələlərdə qınayırsa və sizin bu məsələləri etməmənizi sizdən tələb edirsə və sizdən bunları etdiyiniz təqdirdə ona itaatsizlik olaraq qiymətləndirirsə, o haqlıdır, o yerində bu etirazları etmişdir. Amma bir şərtlə dedik ki, əriniz sizə dininizi öyrətməlidir və lazım olan məscidə aparmalıdır, elm dərslərini aparmalıdır. Hətta mən sizə bunu da deyirəm ki, əgər bir müsəlman qadın evində dini zaten öyrənə bilmez, zaten ərlər də normal şəkildə qadınlara din öyrətmirlər. Və əgər sizin bildiyiniz çevrənizdə, sağınızda, solunuzda elm məclisləri varsa, elm dərsləri varsa da və siz oraya getməlisiniz, əriniz sizi oraya aparmırsa, ərinizdən şikayət eləməlisiniz elm adamlarına və onlar da sizin ərinizə bu barədə nəsihət eləməlidir. Əgər sizin əriniz nəsihət qulaq asmazsa, yəni sizin artıq bundan dolayı nədir? Boşanma bir haqqınız da, boşanma haqqına sahibsiniz. Niyə? Çünki dininizi öyrənməlisiniz. Əgər dediyim kimi əriniz sizə dininizi öyrətmirsə də. Dolayısıyla bu məsələ nəyə bağlıdır? Əriniz sizə dininizi öyrətdiyi təqdirdə sizin bu kimi şeylərdən istifadə etməniz ərinin icazəsinə bağlıdır. Əgər əriniz icazə verərsə, istifadə edə bilərsiniz. Yox, əriniz icazə vermirsə, istifadə etməniz haramdır və ərinizə itaat etməlisiniz. Sizin ən yapacağınız iş nədir? Siz bunu elm əhlinə, elm adamına şikayət edib, bu məsələləri çözməlisiniz. Və sizə zulm deləsə, haqsızlıq deləsə, siz şikayəti əhlinə çatdırmadığı müddətcə sizin WhatsApp-dan və onun xoşlamadığı şeylər etməyiniz qadağandır. Hətta şikayət edincə qədər, hətta öz problemlərinizi digər elm əhlinə çatdırıncə qədər. Çatdırdıqdan sonra isə artıq əriniz yerinə getirməzsə, sizin artıq bu məsələdə boşanma haqqınız vardır, ayrılma haqqınız vardır. Yenə deyirəm, bir şərtlə ki, əriniz sizə dininizi öyrətməsin və yaxud da ki, öyrətmək üçün vasitələr sizə, vasitələr sizə göstərməsin və yaxud da ki, sizi elm olan yerlərə aparmasın. Bu məsələlər təqdirində inşallah ki, məsələlərdə şikayət edib, yaxud da özünüz üçün, həm də ailəniz üçün dininizi öyrənə bilərsiniz. Və mən genəldə bu gün yenə deyirəm, mən bazılara bu məsələdə tövsiyəm budur ki, WhatsApp məsələsində gerçəkdən bir xəstəlikdir. Adını eləyirlər, dini öyrənmək adına çox bir şeydən məşğul olurlar. Lazım olmayan şeylər, bir-birinə şeylər atılır, onları qadınlar həyatdan tətbiq edəmirlər. Lazım olan işləri öyrənsinlər. Ehtiyacının xaricində WhatsApp-da olması nədir? Qadağandır. İmkan daxilində kitab oxuması daha münasibdir. Dediyim kimi, ərinizin əgər sizi WhatsApp məsələsində ittihamda edirsə və onu istifadə elədiyiniz zaman sizi ona itaatsizlik olduğunuz kimi dəyərləndirirsə, o doğru dəyərləndirmişdir. Sizə dininizi öyrətdiyi müddətcə. Yox, dininizi öyrətmirsə də siz haqlısınız, amma haqlı olmanıza rağmen siz itaat eləməlisiniz, WhatsApp-ı tərk etməlisiniz və elm adamına şikayət eləməlisiniz. O da sizin ailənizin məsələsinə baxmalıdır. Allah Subhanahu bizim bugün bir çox kişilərimizə, ailələrinə sahib çıxmağı və onlara dini öyrətməyi nəsib eləsin və özləri bir çox məsələləri, tövhidi, fıxı, bir çox şeylər bilirlər, amma onların uşaqları bilmirlər. Amma qardaşlar unutmasın ki, 24 sutka uşaqların yanında olan analardır və uşaqların dini öyrədən də analardır. Qardaşlar səhər gedirlər, axşam gəlirlər, axşam yorulmaq qaranlıq gəlib yatırlar. Buna görə qardaşların üzərində farz ayındır ki, öz zövcələrini dini öyrətsinlər, əqidəni öyrətsinlər, fıqhı öyrətsinlər. Bu qadınların üzərində farz ayındır. Kişilərin üzərində farz ayındır ki, qadınlar öyrətsinlər. Və aynı zamanda bu günlər biz Darülküfrdə yaşayırıq. Bizim başımıza hər bir səbəb gələ bilər və sabahçı gün sən həbsə girdikdən sonra, yaxud da ki, başına bir müsibət gəldikdən sonra uşağının mürtəd olması, ailənin mürtəd olması yalnız və yalnız sənin özünə qaynaqlanır. Unutmaq lazım deyil ki, bunu hər kəs bilsin. İstər kişi olsun, istər qadın olsun, onların mürtəd olmaları heç vaxt birdən-bir olmamışdır.
onların mürtəd olmaları, onların dindən çıxmalarının səbəbi günahlara dalmaları və elmsizliyi səbəb olmuşdur. Elmsiz olurlar və günahlara daldırar. Günah da günaha gətirər, böyük günaha gətirər, kiçik günah yavaş-yavaş böyük olar və nəticədə böyük günahlar da şirki gətirər və sən də artıq günah işləmək normal gördüyündən dolayı bir gündə şirk işləyirsən, normal günlərsən, Allah qorusun, dindən çıxarsan və sən özün də bilməzsən, Allah qorusun və əntə də təşhur, sən şuur etməzsən ki, İslam dinindən çıxmırsan. Ona görə elm məsələlərində ailələrimizə nədir? Diqqət eləməliyik və onları Allahın dinindən və dinini öyrənməkdən də məhrum etməli deyilik. Əgər bazılarımızı, ərləri dini öyrənməkdən məhrum edirsə, mən bazılarımıza xahiş eləmişik, şikayət eləsinlər və biz onların ərlərinə tövsiyə görək, nəsihət edək. Əgər nəsihətimizə qulaq asmazsa, biz şəriətə uyğun şəkildə onların arasını ayırarıq. Çünki qadınların üzərinə elm öyrənmək farzdır. Esselamu aleykum və rəhmətullah.